Salam, hər vaxtınız xeyir olsun. Bu gün sizlərlə birlikdə 2-ci sinif təsvir sənət fənnini diaqnostik qiymətləndirmə 2-ci yarım il variant A və B suallarını birlikdə işləyək. Əvvəlcə birinci sualdan başlayaq. Əsas rənglər hansılardır? Demişdik ki, əsas rənglər hansılardır? Qırmızı, sarı və göy. Cavab B variantı. İkinci sual. Qarışıq rənglər hansılardır? Narıncı, qırmızı və sarı. Məsələn, qırmızı və sarı əsas rəngdir. Həmin bu iki əsas rəngin qarışığından alınan rəng nə adlanır? Qarışıq rəng. Burada qırmızı və sarı rəngin qarışığından narıncı rəngi alınır. Deməli, qırmızı və sarı əsas rəng olduğu üçün bu iki əsas rəngin qarışığından da narıncı alınır. Deməli, narıncı qarışıq rəngdir. Üçüncü sual. İsti rənglər hansılardır? Mavi, bənövşəyi və qəhvəyi. Mavi və bənövşəyi soyuq rəngdir. Qəhvəyi isə isti rəngdir. Cavab C variantı. Dördüncü sual. Soyuq rənglər hansılardır? Mavi, qəhvəyi və sarı. Qəhvəyi və sarı isti rəng olduğu üçün mavi soyuq rəngdir. Cavab A variantı. Beşinci sual. Bir rəngin müxtəlifliyi nə adlanır? Çalar, təzad, kontrast. Bir rəngin müxtəlifliyi çalar adlanır. Təzadı isə əks mənasındadır. Kontrastı isə bir-birindən kəskin fərqlənən rənglərə deyilir. 6-cı sual. Rəng uyğunluğu adlanır. Nöqtələrin yerinə hansı fikir uyğundur? Təzad dedik ki, ziddiyyət əks mənasındadır. Kontrast isə bir-birindən kəskin fərqlənən rənglərə deyilirdi. Kolor isə rəng uyğunluğu. Cavab C variantı. 7-ci sual. Axromatik rənglər hansılardır? Dedik ki, axromatik rənglər rəng dairəsində iştirak etmir. Ağ, boz və qara. Cavab A variantı. 8-ci sual. Əsas rənglərin qarışığından alınan rənglər nə adlanır? Çalar dedik ki, çalar nədir? Bir rəngin müxtəlifliyi deməkdir. Kontrast isə bir-birindən kəskin fərqlənən rənglərə deyilirdi. Qarışıq rənglər isə əsas rənglərin qarışığından alınan rənglərə deyilirdi. Cavab C variantı. 9-cu sual. Rəng dairəsində iştirak edən əlvan rənglər nə adlanır? Axromatik rənglər dedik ki, rəng dairəsində iştirak etmir. Ağ, boz, qara rənglərdir. Xromatik rəngləri isə rəng dairəsində iştirak edən əlvan rənglərdir. Cavab B variantı. Təzad isə ziddiyyət əks mənasındadır. 10-cu sual. Qırmızı, sarı rəngin qarışığından hansı rəng alınır? Yaşıl, mavi, narıncı. Qırmızı və sarı rəngin qarışığından narıncı rəng alınır. Narıncı nə rəngdir? Qarışıq rəng. 11-ci sual. Qırmızı, ağ rəngin qarışığından hansı rəng alınır? Bənövşəyi, çəhrayı və mavi. Qırmızı, ağ rəngin qarışığından çəhrayı alınır. Cavab B variantı. 12-ci sual. Hansı variantda isti rəng yoxdur? Bənövşəyi soyuq rəngdir. Qəhvəyi isti rəngdir. Sarı isə isti rəngdir. Cavab A variantı. 13-cü sual. Hansı variantda soyuq rəng yoxdur? Qəhvəyi, yaşıl və mavi. Deməli, qəhvəyi isti rəngdir. Yaşıl soyuq rəngdir, mavi də soyuq rəngdir. Cavab A variantı. 14-cü sual. Axromatik rənglər hansılardır? Dedik ki, axromatik rənglər rəng dairəsində iştirak etmir. Ağ, boz, qara rənglərdir. 15-ci sual. Soyuq rənglər hansılardır? Soyuq rənglər mavi, yaşıl, bənövşəyi və göy. 16-cı sual. İsti rənglərdən istifadə edərək ağac rəsmini çəkin. İsti rənglər hansılardır? Deməli, qırmızı, sarı, narıncı və qəhvəyi. A variantı bu qədər. İndi isə B variantına keçək. B variantı birinci sual. Ayrı-ayrı hissələrdən bütöv bir təsvir yaratmaq nə adlanır? Kompozisiya, yapma, origami. Dedik ki, origami nədir? Kağız qatlama sənətidir. Yapma nədir? Plastilin və ya gildən yaradılan fəaliyyət növüdür. Kompozisiya isə ayrı-ayrı hissələrdən bütöv bir təsvir yaratmaq. Cavab A variantı. İkinci sual. Kağız qatlama sənəti nə adlanır? Yapma, origami, aplikasiya. Aplikasiya nədir? Kağız parça üzərinə yapışdırılma texnikasıdır. Origami isə kağız qatlama sənətidir. Cavab B variantı. Yapma isə plastilin və ya gildən yaradılan fəaliyyət növüdür. Üçüncü sual. Kağız parça üzərinə yapışdırma üsulu nə adlanır? Cavab aplikasiya. C variantı. Dördüncü sual. Gil və plastilindən yaradılan fəaliyyət növü nə adlanır? Origami, yapma, aplikasiya. Aplikasiya dedik ki, yapışdırma texnikasıdır. Origami isə kağız qatlama sənəti. Yapma isə plastilin və ya gildən yaradılan fəaliyyət növü.
5-ci sual. Hansı variantda isti rəng verilib? Narıncı isti rəngdir. Göy və mavi isə soyuq rəngdir. Cavab A variantı. 6-cı sual. Hansı variantda soyuq rəngləri verilmişdir? Göy soyuq rəngdir. Sarı və qəhvəyi isə isti rəngdir. Cavab A variantı. 7-ci sual. Hansı variantda axromatik rəng verilib? Axromatik rənglər hansılardır? Ağ, boz, qara və bunlar rəng dairəsində iştirak etmir. Cavab A variantı, boz. Qəhvəyi və sarı isə isti rəngdir. 8-ci sual. Rəngçalıqda əsas bədii ifadə vasitəsi hansıdır? Həcm, ləkə, forma. Həcm, forma memarlığa aiddir. Ləkə isə rəngkarlığa. 9-cu sual. Xətt, ştrix, ton. Təsvir incəsənətin hansı növünün əsas ifadə vasitəsidir? Rəngçalıqda nədir? Ləkə. Qrafikada isə xətt, ştrix, ton. Cavab B variantı. Memarlıqda isə həcm, forma. 10-cu sual. Qeyri-şəffaf qatı boya nə adlanır? Quaş, akvarel, pastel. Pastel necə boyadır? Rəngli təbaşirdir, xətt və ləkələri yaymaq üçün istifadə olunur. Akvarel isə şəffaf boyadır və sudan çox istifadə olunur. Quaş isə qeyri-şəffaf qatı boyadır. Cavab A variantı. 11-ci sual. Sudan çox istifadə olunan şəffaf boya hansıdır? Cavab C. Akvarel. 12-ci sual. Mis ilə işləyən sənətkar nə adlanır? Misgər, dulusçu, misgərlik. Elə adından deyildiyi kimi misgər. Cavab A variantı. 13-cü sual. Boyanı kağız üzərində çəkmək üçün istifadə edilən alət nə adlanır? Pastel, palitra, fırça. Cavab C variantı. Fırça. 14-cü sual. Əsas rənglər hansılardır? Göy, qırmızı və sarı. 15-ci sual. Axromatik rənglər hansılardır? Ağ, boz, qara. Bunlar rəng dairəsində iştirak etmir. 16-cı sual. Soyuq rənglərdən istifadə edərək ağac rəsmi çəkin. Soyuq rənglər hansılardır? Göy, mavi, yaşıl və bənövşəyi. Bu rənglərdən istifadə edərək ağac rəsmini çəkin. B variantı isə bu qədər. Digər videolardan xəbərdar olmaq üçün abunə olmağı unutmayın.